Bir də məktub aldım. Məktub bu sözlə başlayır. Çətin olsa da həyat davam etmir. Mənim belə bir kitabım var. Çətin olsa da həyat davam edir. Mənim kitabımın əksini məktubun başlığı qoyub. 17 yaşlı bir qız uşağıdır. Məktubda yazır ki, müəllim, həyat davam edir, ancaq bizi kimlər üçün davam etmir? Pulu olanlar üçün davam edir. Arxasında yaxşı tanışları, dayıları olanlar üçün davam edir. Ancaq məni kimi insanlar üçün həyat davam etmir. Deyir, mən 17 yaşında bir qızam. Universitetə girmək istəyirəm və bu arzumu bu dəqiqə mən bu günləri bastırıram. Ona görə ki, repetitora pul verməyə imkanım yoxdur. Evdə hər gün dava qırğındır. Böyük ehtimalla bir neçə müddətdən sonra anam, atamgil boşanacaqlar və bilirsiniz mənim sonum necə olacaq? Mənim sonum hansısa kafedə, barda bir ofisant olacaq. Bu dəqiqə mənim pulum yoxdur, elementar ehtiyacımı ödəyim. Qərara gəldim ki, bir vaxtlar oxuduğum kitabları satım. Birdən deyir, təsadüfən sizin kitab çıxdı qabağıma. Deyir, içimdə o qədər bir qəzəb yarandı. İstədim bunun müəllifinə son dəfə bir son sözümü yazım və bilirəm ki, bu məktubu da oxumayacaqsınız və bilirəm ki, mənim məktubuma da cavab verməyəcəksiniz. Mən götürdüm buna cavab verdim. Öncə mən sənin məktubuna cavab verdim. Deməli, ən azı bir şeydə sən yanılırsan. Çünki demişdin ki, məktubuma cavab verməyəcəksiniz. Mən sənin məktubuna cavab verdim. Və öz həyatımdan örnəklər verdim. O kitabda olan o çətin həyatı mən də yaşamışam. Ancaq bu günləri, məsələn, kitabımız ölkədə bestsellerdir, dünyada çap olunur və mən də varlı bir ailədən çıxmamışam və sizdə olan o çətinlikləri bəlkə də qat-qat artığını mən yaşamışam. Dedim ki, mən sənə məsləhət görürəm ki, o kitabı satma və o kitabı yenidən oxu və çalış onu həyatına tətbiq edəsən. Üstündən 4 il keçdi. Məktub aldım. Çətin olsa da həyat davam edir. Deyir ki, müəllim, ola bilsin bəlkə məni unutmusunuz. 17 yaşında bir qız idim, o vaxt sizə məktub yazmışdım. İndi 21 yaşım var. Mən deyir kitablarımı satmadım. O kitabı oxudum. Deyir bu dəqiqə Xarici Dillər Universitetində oxuyuram. Və mən istəyirəm bu universitetdə təlim keçirim. Sizi də ora spiker kimi dəvət edim və təlimin adını da nə qoyum? Çətin olsa da həyat davam edir.